Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salatu vesselamu ala Resulillahil emin ve ala alihi ve men istenne bi sünnetihi ile yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, Allah hamd olsun. Allah Teala bizi müvaffak eləyir xeyirlərə. Bu xeyirlərdən biri belə məclislərdir. Allahdan istəyirik ki, Allah Teala bu məclisləri bizim xeyrimizə etsin. Allah Teala bizim əleyhimizə etməsin. Elmdən nə öyrəniriksə, əməl etməyi Allah Teala bizim üçün asanlaşdırsın. Deməli, dəyərli qardaşlar, bir hədis var. İstəyirəm onu həm özümə, həm də sizə xatırladım. Allah Teala bizi eşidib və faydalanlardan etsin. Bilirsiniz ki, umumən dəyərli qardaşlar, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bir çox yerdə, həmçinin Muhammed sallallahu aleyhi ve sellem bir çox hədislərində dua eləməyi əmr eləyib. Allah və Rasulü. Həmçinin göstəriblər ki, insanın sıxıntılarının aradan qalxmasının ən böyük səbəblərindən biri Allah Teala'ya dua eləməkdir. İsrarla Allah Teala'dan istəməkdir. Allah Teala buyurur ki: "Və qala rabbukum ud'uni astecib lekum." Əl-ayə Rəbbiniz xəbər verdi ki, mənə dua eləyin, sizə cavab verin. Başqa ayədə Allah Teala bildirir ki: "Və idə sələkə ibadi anni fe inni qarib ucibu da'vete da'i idə da'an." Qullarım məni səndən soruşsalar, mən onlara yaxınam, çağırdığı anda cavab verərəm. Başqa ayədə Allah Teala deyir ki: "Ud'u rabbakum tadarruan və xufya." Rəbbimizə dua eləyin necə? Gizlində və acizanə. Yəni Allah Teala'ya dua eləmək lazımdır. Həmçinin Muhammed sallallahu aleyhi ve sellem bir çox hədislərdə bildirib. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki: "İnna Allaha hayyun kerimun." Allah Teala həyalıdır, kərimdir. "Yəstəhi min abdihi idə rafa yədəhi an yeruddahuma sıfra." Qulu əllərini ona qaldırıb dua eləyəndə onun əllərini boş geri qaytarmağa həya edir. Təsəvvür eləyin, Allahu Akbar. İbn Məsuddan gələn hədisi İmam Əhməd, İmam İbn Hibban, Allah onlara rəhmət eləsin, bu kimi böyük alimlər rivayət ediblər. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki: "Mə asabə əhədən qat həmmun və lə huznun." Elə bir insan yoxdur ki, ona bir qəm, kədər üz versin. Fəqalə, o da Allah Teala'ya belə bir dua eləsin. Allahümme inni abduk. Ey Rəbbim, mən sənin qulunam. Və bunu abdik, quluvun quluyam. Və bunu əmətik, yəni yaratdığın o babalarımın, əcdadlarımın oğluyam. Yəni onların oğluyam, onlar da sənin qulundur. Nasiyyəti biyədik, kəkilim sənin əlindədir. Allah Teala buyurur ki: "Mən min dəbbətin İlla huva axidun bi nasiyyatiha." Yer üzərində elə bir canlı yoxdur ki, onun qədəri və onun gücü, qüdrəti Allah'tan olmasın. Etirafdır burada ki, gücüm, qüdrətim səndəndir. La havle və la quvvete illa billah. Etiraf edirsən ki, güc, qüdrət hamısı Allah'tandır. Madin fi hukmik. Yəni sən mənim haqqımda nə hökm vermisənsə o keçərlidir. Adilun fiyyə qadaik. Dualara fikir verin, subhanallah. Muhammed sallallahu aleyhi ve sellem gör necə əzəmətli dua elədir. Adilun fiyyə qadauk. Mənim üçün nə qəza, qədər təyin eləmisənsə, onda ədalətlisən. Ədalətli qəza, qədər mənim üçün təyin eləmisən. Sonra istəyir Allah Teala'dan. Allahümmə əsəlukə بكل اسم هو لك سميت به نفسك أو علمته أحدا من خلقك أو أنزلته في كتابك أو استأثرت به في علم الغيب عندك أن تجعل القرآن ربيع قلبي ونور صدري وجلاء حزني وذهاب همي. Allah'ı tərifləyəndən sonra özünü Allah'a möhtac olduğunu bildirəndən sonra, qulluğu Allah Teala, fəqirliyi Allah Teala bildirəndən sonra Allah'tan istəyirsən. Ey Rəbbim, səndən bütün isimlərinlə, hansı ki o isimləri yaratdıqlarından birinə öyrətmisən və ya öz kitabında nazil etmisən və ya öz qeybi elmində gizlətmisən. Onların hamısı ilə səndən istəyirəm ki, Quran-ı Kərimi qəlbimin baharı edəsən. Ən təcələl Qur'anə rabi'a qalbi. Qəlbim Quranla dövülsün. Və nura sadri.
və onu qəlbimin nuru, qəlbimin sevinci eləyəsən. Və cələə hüzni, hüzünümü aparan, aradan qaldıran eləyəsən onu. Və zəhəbə həmmi, həm o kədərimi, sıxıntımı aparsın, aradan qaldırsın. Kim belə dua eləsədir Muhammed sallallahu aleyhi ve sellem, İllə ədhəbəllahu həmməhu və hüznəhu. Allah onun hüzününü, o kədərini aradan qaldırar. Və aradan qaldırandan sonra Muhammed sallallahu aleyhi ve sellem deyir ki, və əbdələhu məkənəhu fərəcən. Onun yerinə Allah Teala ona nə verər? Çıxış yolu verər. Bir rivayətdə gəlir ki, fərəhən. Allah Teala onu sevindirər. Elm əhli dəyərli qardaşlar deyirlər ki, bu hədisdə faydalar çoxdur. Onlardan 4-ünü inşallah istəyirəm qeyd edeyim. Ət-Təvhid. Bu hədisdə əzəmətli faydalar var və o faydalar səbəbinə Allah Teala qulun dualarını qəbul edir, sıxıntılarını aradan qaldırır. Birincisi, Allaha qulluqdur. Allahümmə ənə abuduk. Allaha deyirsən ki, Rəbbim, mən sənin qulunam. Quluvun oğluyam. İtiraf edirsən Allah Teala qulluğu, tək ona ibadət elədiyi, tövhidə itiraf edirsən Allah Teala'ya. İkincisi, əl-iman bil-qadai vəl-qadar. Qəza qədərə iman gətirməyi və itiraf edirsən. Allah Teala bu ki, mə asabə min musibətin illə bi-iznillah. Və mən yu'min billah yəhdi qalbəhu. Baş verən elə bir müsibət yoxdur ki, Allahın izni ilə olmasın. Kim iman gətirsə ki, Allahdandır, yəhdi qalbəhu. Allah onun qəlbini sabit eləyər. Allah onun qəlbini doğru yola yönəldir. Şeyx Salih Fovzan Allah onu qorusun deyir ki, müsibətləri rahat qarşılamaq üçün ən böyük, ən əzəmətli yol Allah Taala'nın qəza və qədərinə iman gətirməkdir. Bir çox insanlar var ki, qəza və qədərə iman gətirmədiklərinə görə intihar edirlər. Kimisi özünü hündür yerdən atır, kimisi damarların kəsir, özünü öldürür. Lakin Allaha iman gətirən insan bilir ki, hər halda Allah Taala belə təyin edir. Ki, hədisdə deyirsən ki, etiraf edirsən ki, Allah Taala'ya adrun fiyyə qada'u. Nə təqdir eləmisənsə, ya Rab, onda ədalətlisən. Onda mənim üçün xeyir var. Üçüncüsü, dəyərli qardaşlar, ət-təvəssül ilallah bi əsmaihi və sifatihi. Allah Taala'ya isim və sifətləri ilə təvəssül eləməyi göstərir bu hədis. Allahümmə inni əsəlukə bi kulli ismin huvələk. Allahım səndən bütün isimlərinlə. Və lillahil əsmaul husnə fədi'uhu bihə. Allah Teala deyir ki, Allahın gözəl adları var. O adlarla Allah Teala'nı çağırın. Allahdan qeyrilərinin hansı adı var ki, o adla onları çağırasan? Yoxdur. Allah Teala'nın adları hər birisi gözəldir. Huvallah. Huvallahu-ləzi la ilahə illəhu alimul qaybi və şəhədə. Sonra yenə Allah Teala deyir, Huvallahu-ləzi la ilahə illəhuvel məlik. Huvel məlikul quddusus səlamul mu'minul muhayminul azizul cəbbarul mütəkəbbir. Ən gözəl adlar Allahındır, vallahi dəyərli qardaş. Allah Teala'nın ruzu verən adı ilə, ya Razzaq, ey ruzu verən ruzumu ver. Ey Vahhab, mənə evlad ver. Ey tövbələri qəbul eləyən, tub aleyyə, tövbəmi qəbul elə. Ən gözəl adlarla Allah Teala'nı çağırırsan və Allah da sənə cavab verir. Və mən astaqu minallahi qilə. Vallahi Allah Teala deyir ki, Allahdan doğru deyən var. Və mən astaqu minallahi hadisə. Allahdan doğru danışan var. Əlvi qaldır Allah Teala'ya, istə Allah Teala'dan. Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə anamızdan gələn rivayət edir ki, İnnallâhe yuhibbul mulihhinə fid-du'a. Allah duada Allaha yalvar yapış eləyən, duanı təkrar deyən, özünü Allaha möhtac bilənləri sevir. Allah Teala sevir. İmam Əvzai rahimahullah deyir ki, afdarı dua, ən əfsəl dua əl-ilhahu alallah və təzarru iləyhi. Allah Teala'ya özünü möhtac bilmək və istədiyi Allahdan təkrar istəmək. Ya əyyuhən nəsu, başa düşmək lazımdır dəyərli qardaşlar belə ayələri. Əntumul fuqara'u ilallah. Ey insanlar, hamınız Allaha möhtacsınız. İnsanın malı, mülkü, varı, dövləti nə qədər çox olsa da, şanı, şöhrəti nə qədər çox olsa da, zatında Allah Teala'ya möhtaclıq var. Bütün bədən Allah Teala'ya möhtacdır. Sən onu başqa yerə yönəltsən də, Allah Teala fitrətində elə şey qoyub ki, necə İbn Qayyim deyir, rahimehullah, Dərd və Dava kitabında deyir ki, insanın zatı Allah Teala'ya möhtacdır. Sən hara yönəltsən də,
Allaha möhtacsan. Həmçinin bu hədisdə dəyərli qardaşlar, Quran-ı Kərim ən təcələl Qur'an rabi'a qalbi elməhli deyir ki, insanın Quran-ı Kərimə bağlı olması, onu daim oxuması, onunla Allah Taala yaxınlaşması düşdüyü çətinlərdən tez xilas olmasının ən böyük səbəblərindəndir. Öyrənin dəyərli qardaşlar, Ramazan gəlir. Oxuya bilməyən qardaşlarımız, Ramazan gəlir. Allah Taala bizi Ramazan ayına yetişdirsin. Allah Taala orucundan, onun qiyamından bizi Allah Taala məhrum etməsin. Quran-ı Kərimi öyrənin. Necə sələflər deyirlər? Tövbə limən aslaha nəfsəhu qablə Ramazan. Ramazandan öncə özünü, öz nəfsini islah edənlərə müjdə olsun. Çox az qalıb. Quran-ı Kərimi oxumağı öyrən. Çalış Ramazana qədər öyrən. Həmçinin dəyərli qardaşlar, Allah Taala'dan istəməyəndə Allah qəzəblənir. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem Abu Hureyradan gələn rivayətdə buyurur ki, mən ləm yəsəlillah yəğdab aleyh. Kim Allahdan istəməsə, Allah ona qəzəblənir. Sən gəlib elə kəslərdən istəyirsən ki, sən onlardan istəyəndə onlar sənə qəzəblənir. Amma Allahdan istəməyəndə Allah sənə qəzəblənir. İmam İbn Qayyim rahimehullah buyurur ki, Allahu yəğdabu in tarakta su'alahu və bunayya Adamu hina yus'alu yəğdabu. Allah sən ondan istəməyəndə qəzəblənir, Adəm evladı ondan istəyəndə qəzəblənir. Allaha subhanahu wa ta'ala'ya dərdividir, çəkil kənara, meclisə gələndə dəyərli qardaş, bunu fürsət bil, sən zaten meclisə gələndə dünyadan, ticarətdən, işdən, gücdən, dostlardan, bəzi dünyavi şeylərdən qopub gəlirsən meclisdə. Qəlbin rahatlıq tapsın, qəlbin aram tapsın. Allaha dua elə. Sahabələr sual verirlər ki, ya Rasulallah, azan verənlər fəzilətdə bizi ötüb getdilər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, azan verənlər fəzilətdə sizi ötüb getdilər. Azan verən nə deyirsə, siz də onu təkrarlayın. Sonra Allahdan istə, nə istəsən Allah Taala sənə verəcək. Fikir ver. O nə deyir, onu təkrarla. Azandan sonra Allaha dua elə, Allah Taala istədikləri sənə verəcək. Fürsət bil bunu dəyərli qardaşın, meclisə gəlməyi, azan iqamə arası Allah Taala dua eləməyi. Muhammed sallallahu aleyhi ve sellem başqa hədisdə deyir ki, la yaruddu dua beynəl əzən vəl iqamə. Azan iqamə arası duaları rədd eləmir də dəyərli qardaşım. Rəbbin duavı rədd eləmir. Ehtiyacını istə ondan, gör nə qədər ehtiyaclarım var. Bəzi adamlar Allahdan istəməyə utanır. Əlini qaldırmağı Allaha utanır. Allah səndən həya edir. Sən utanma. Bəs namaz al gözəl şəkildə, 2 rükət namaz qıl. Sonra öz dərdini, ehtiyacını, sıxıntını, çətinliyi, kasıblığını, möhtaclığını Allaha bildir. Allah da sənə cavab versin. Dəyərli qardaşlarım, hədis əzəmətli hədisdir. Çox qısa faydalar qeyd elədim. Allah Taala bizə nəsib eləsin hədisi öyrənməyi və bu hədislə, dualarla Allah Taala yaxınlaşmağı, ondan istəməyi. Allah Taala bizim bütün ibadətlərimizi qəbul etsin. Allah Taala bizi Ramazan ayına yetişdirsin. Allah Taala bizi ayın xeyirlərindən məhrum etməsin. Bütün xeyirlər Allahdandır. Elə istədim ki, qardaşlar gələcəklər nəsə bir xeyir olsun inşallah. Allah bilir doğrusunu. Velhamdülillahi Rabbil alemin.